Bakı-Quba Rusiya yolunda yanacaq daşıyan maşın aşıb. Hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəzaya uğrayan avtomobil yolun hərəkət hissəsində açdığından hazırda Bakı istiqamətində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hadisə yerinə dövlət yol polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Nazirliyin 112 qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yarancaq olan DAF markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın partlayış təhlükəsinin yarandığı müəyyən olunub. Hazırda yanğın söndürənlər tərəfindən mümkün yanğın partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.